İTV telekanalında təmas xətti verilişinin növbəti buraxılışı efirə gedir. Verilişin qonağı Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov olub. Nazir 44 günlük vətən müharibəsi dövrü proseslərlə bağlı bir sıra mühüm məqamlara geniş şəkildə toxunur. Bayramov bəyan edib, sitat, 44 gün ərzində Mövlüd Çavuşoğlu 5 dəfə Azərbaycana səfər etdi. Elə bir səfərlər olub ki, gecə saat 12-də gəlib, 2 saat, 3 saat burada qalıb, saat 3-də 4-də geri uçub. Bu da dəstəyin bir ifadəsi idi. Bir növü idi ki, Türkiyə Azərbaycanın yanındadır və həmin günlər ərzində mən bir məqamı da qeyd etmək istəyirəm. Ola bilsin ki, Azərbaycan ictimaiyyəti bunu bilmir. Həmin günlər ərzində Ankaradan gedən bütün Türkiyənin səfirliklərinə bir mesaj var idi ki, Ankaradan gələn təlimat birbaşa Türkiyənin xarici səfirliklərinə Bakıdan gələn təlimatla eyni qüvvəyə malikdir. Təbii ki, biz diplomatik etiketi nəzərə alaraq bunu etmirdik. Ancaq bu mesajın verilməsi, bu həqiqətən də dünya diplomatiyasında bənzəri olmayan bir faktdır və bu sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi.